Yarış Azərbaycan Mini Futbol Federasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Sentyabrın 30-da başa çatacaq turnirdə ümumilikdə 20 komandadan 200-dən çox futbolçu iştirak edir. Əvvəlcə açılış mərasimi keçirilib. Uzunova təlim məşq bazasında təşkil olunan tədbirdə Federasiyanın vitse-prezidenti Arif Xudiyev, Federasiyanın baş katibi Raqib Abbasov və veteran futbolçular iştirak edən komandalara uğurlar arzulayıb. Bu cür yarışların bölgədə futbolun kütləviliyinin artırılmasına, perspektivli gənclərin üzə çıxarılmasına və gələcəkdə futbolumuza qazandırılması baxımından fayda verəcəyinə yardım edəcəyini bildiriblər. Topa ilk toxunuşu futbol veteranları Arif Xudiyev və İlham Məmmədov ediblər. Daha sonra Alışar Dalğa və Premier Ləzzət komandaları qarşılaşıb. Naxçıvanda ilk dəfə olaraq Uzunova təlim məşq bazasında mini futbol üzrə turnir Naxçıvan Kuboku uğrunda mübarizə start götürür. 20 komandanın mübarizəsi ilə davam edəcək turnir sentyabrın 30-na qədər davam edəcək. Maçları Muxtar Respublikadan olan hakimlər idarə edirlər. Turnirin qalibi Bakıda təşkil olunacaq Azərbaycan çempionatının play-off mərhələsində mübarizəni davam etdirəcək. Biz bu mini futbolu təşkil edərkən çox diqqət elədik ki, Muxtar Respublikasının bütün regiondan komandaları dəvət eləyək və orada qeydiyyat işlərini, sənədləşmə işlərini, bu prosesi asanlaşdıraq və bizə çoxlu müraciətlər olundu, biz onları qəbul elədik və hal-hazırda gördüyünüz kimi də 20 komandanın iştirakı ilə çempionat keçirilir. Çempionat çox marağa səbəb oldu, böyük kütlə bizi izləyir. Bütün komandalara uğurlar arzulayıram, güclü olan qalib gəlsin. Qeyd edək ki, oyunlar həftə içi hər gün saat 19:00-dan 21:00-a kimi keçiriləcək. Əli Məmmədov, Rəşid Əkbərov, NTV Xəbər.